Formula 1 anlamayanlar üçün darıxdırıcı idman növü. Əşi 5-10 nəfər düşüb trasın canına sürür özü üçün. Ala bu milyoner balalarını oynadı da. Nə var Formula 1-də? Maşınların səsi başım ağrıdı deyə. Alonso bax 45 yaşı var, qoşulub uşağı maşın sürür. Yəqin ki, sən də haçansa belə bir şeyləri eşitmisən. Hətta deyərdim ki, sən də haçansa belə bir fikirdə olmusan. Belə bir fikirdə olmağının bir səbəbi var. Sən Formula 1 haqqında heç nə bilmirsən. Yaxın əyləş. İndi mən sənə Formula 1 haqqında Azərbaycan YouTube-unda heç kimin demədiyi sirləri açacağam. Formula 1 nədir? 1950-ci ildən bəri keçirilən Formula 1 yarışları avtomobil idmanının kralı hesab edilir. Formula 1-də sürət 300 km-dən yuxarı olur. Amma burada əsas sürət deyil. Əsas döngələrdə yaranan downforce, yəni asfalta yatma sayəsində maşınların inanılmaz sabitliyidir. Məhz elə bu baxımdan Formula 1-ə dünyada rəqib yoxdur. Formula 1 bolidinin qiyməti isə kiçik bir ölkənin az qala illik xərclərinə bərabərdir. Təsəvvür edin, kiçik bir ölkənin illik xərcləri və yanında Formula 1 bolidi. Ölkələrdən söz düşmüşkən, il ərzində 24 yarış 24 fərqli şəhərdə keçirilir. Hər ölkənin özünə məxsus treki olur və bu treklər landşafta və relyefə görə seçilirlər. Bəzən yarışlar ümumi istifadə olunan yollarda da keçirilə bilər. Elə ölkəmizi buna misal çəkmək olar. Bu arada 2016-cı ildə Azərbaycan Avtomobil Federasiyalarının pilotu olan Gülhüseyn Abdullayev Bakı halqası trekində ilk test yürüyüşü edən pilot kimi tarixə düşüb. Lewis Hamilton, Fernando Alonso, Nico Rosberg kimi dünya çempionları Gülhüseyn Abdullayevin test yürüyüşlərini diqqətli izləyib və ondan nəticə çıxarıblar. Yarışlar həm günorta vaxtı, həm də axşam vaxtı keçirilə bilər. Amma dəyişməyən bir şey vardır. O da yarışın ümumi məsafəsinin 305 km məsafədən az olmamasıdır. Yenə də bir istisna vardır. Kazinolar ölkəsi Monaco. Məhz Monacoda trekin ümumi qət edilən məsafəsi 260 km təşkil edir. Yeri gəlmişkən, biz İcmax komandası olaraq Azərbaycanda qeyri-qanuni kazino və mərc oyunlarını təşkil edənlərə yox deyirik. 2026-cı ilin reqlamentinə əsasən Formula 1-də 11 komanda olur və hər komandada yüzlərlə mühəndis, onlarla mexanik və 2 əsas pilot mövcuddur. Ferrari, Mercedes, McLaren, Red Bull bu komandaları hətta xanımlar tanıyır. Haas, Alpine, Aston Martin, Williams bunları isə çox adamlar tanımır. Hətta öz vertikal videoları ilə tanınan setka blogerlər. FIA tərəfindən qəbul olunmuş reqlamentə əsasən 2026-cı il üçün bir komandanın illik xərcləri 215 milyon dollar civarında limitlənib. Bu xərclərə logistika, bolidin ehtiyat hissələri, personalın səyahət və illik maaşları daxildir. Daxil olmayan isə pilotların və bir neçə rəhbər şəxslərin illik maaş və bonus sistemləridir. Bütün bunları nəzərə alsaq, bir komandanın illik xərcləri 300-600 milyon dollar civarında və hətta 800 milyon dollar civarında dəyişə bilər. Məhz elə buna görə də Formula 1 dünyanın ən bahalı idman növü hesab edilir. Siz heç özünüzə sual vermisiniz ki, görəsən dünyanın ən sağlam idmançıları kimlərdir? Cavab isə yanılmadınız. Formula 1 pilotları. Məhz onlar kosmonavtlar kimi xüsusi təlimlər keçirlər. Və hətta deyə bilərdim ki, bir yarışda Formula 1 pilotu təxminən 4 kiloqram çəki itirə bilər. Buna səbəb yüksək fiziki stres, 50 dərəcə istiliyə malik olan kokpit və ən əsası G yüklənməsidir. Ortalama bir Formula 1 pilotu bir yarışda təxminən 5, 6, 7 G yüklənməsi ilə qarşılaşır. Yüksək çəkidən əziyyət çəkən izləyəcəyimizə tövsiyəmiz isə mütləq surətdə çoxlu karting sürsünlər. Yaxşı, bəs yarışlar necə keçirilir? Necə çempion olur Formula 1 pilotları? Bilirəm, bu sual sənə çox maraqlıdır. O zaman bərk dur. Bu haqda daha ətraflı danışacağam. Bayaq qeyd etdiyim kimi yarışlarda 11 komanda və hər komandada 2 əsas pilot olmaqla ümumi 22 pilot iştirak edirlər. Yarışlar FIA tərəfindən hazırlanan xüsusi təqvim əsasında baş tutur və bütün qitələri əhatə edir. Mart ayının əvvəlində start götürən çempionat dekabr ayının sonunda başa çatır və təxmini yay aylarında, iyul və avqust aylarında bir aylıq fasilə elan edilir. Bütün yarışlar əsasən həftə sonu keçirilir. Rəsmi açılış cümə axşamı günü start götürür və bu gün pilotların ən sevimli günü hesab edilir. Çünki pilotlar əsasən yarış keçirilən ölkələrdə şən zarafatları və maraqlı müsahibələri ilə yadda qalırlar. Cümə günü pilotların əsasən sərbəst yürüşləri, trekin daha da dərindən analiz edilməsi, düzgün şin seçimləri və düzgün şəkildə strategiyanın qurulması kimi yadda qalır. Şənbə günü yüngül məşq və ən əsası kvalifikasiya üçün ən önəmli gün hesab edilir. Yaxşı, bəs kvalifikasiya nədir?
Formula 1-də kvalifikasiya, yəni sıralama turu bazar günü keçiriləcək əsas yarış üçün pilotların start düzülüşünü müəyyən edən sessiyadır. Kvalifikasiya sessiyasında treki ən sürətli dövrə vuran pilot pol pozisiyanı və əsas yarışın birinci yerdə başlama hüququnu qazanır. Kvalifikasiya quruluşu və mərhələləri. Kvalifikasiya 1. Birinci mərhələ. Müddət 18 dəqiqə. Qayda. Bütün 22 pilot trasa çıxır. Sessiyanın sonunda ən yavaş nəticə göstərən 6 pilot mübarizəni dayandırır və yarışa 17-ci, 18-ci, 19-cu, 20-ci, 21-ci və 22-ci yerlərdən başlayır. Kvalifikasiya 2. İkinci mərhələ. Müddət 15 dəqiqə. Qayda. 16 pilot trasa çıxır. Yenə ən yavaş nəticə göstərən 6 pilot kənarlaşdırılır və onlar yarışa 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı yerdən start götürürlər. Kvalifikasiya 3. Üçüncü mərhələ. Müddət 13 dəqiqə. Qayda. Ən sürətli 10 pilot pol pozisiya və ilk 10 yer uğrunda mübarizə aparır. Hər 3 mərhələdə pilotun trekə çıxmaq şansı limitsizddir. Adətən pilotlar 2 və ya 3 dövrə edirlər hər mərhələ üçün. Kvalifikasiya qalibinə əsas yarışda birinci yerdən start vermək hüququndan əlavə kiçik bir simvolik karting təkərləri də hədiyyə edilir. Başqa heç nə. Bazar günü əsas yarış. Bax burada bütün komediya və dramanın baş verdiyi gündür. Yarışda qalib gəlmək üçün komanda və pilotlar nəyə deyirsən əl atırlar. Hətta cümə axşamı günü bir-birləri ilə zarafat edib şənlənən pilotlar radio vasitəsilə bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Yaxşı, bəs bunlar hər şey nə üçündür? Cavab isə sadədir. Podiuma çıxıb şampan partladıb və ən əsası xal qazanmaqdır. Xallardan söz düşmüşkən 22 pilotdan yalnız ilk 10 yeri tutan pilotlara müvafiq olaraq 25 xaldan 1 xala kimi verilir. Məhz qazanılmış xallar əsasında dekabr ayının sonunda dünya çempionu müəyyən edilir. Xallar təkcə pilota deyil, eyni zamanda komandaya da verilir. Misal üçün 2024-cü ildə Max Verstappen Red Bull komandası ilə birgə dünya çempionu olur. Amma konstruktorların yarışında McLaren, Oscar Piastri və Lando Norrisin qazandığı xallar nəticəsində konstruktorlar üzrə dünya çempionu olur. Komandalar trasın xüsusiyyətinə, təkər yeyilməsinə və strategiya baxımından 1, 2, 3 pit stop edə bilərlər. Lakin məcburi pit stop 1-dir. Bilirsiniz, insan övladı adını tarixə yazmaq üçün nə oyundan desən çıxar. Pilotlar kimi. Əgər maraqlı gəldisə, like et, öz şərhini bildir və bizim kanala abunə ol.